Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi hazırda Azərbaycan banklarında son bir ildə Azərbaycan əhalisinin əmanətlərinin sayı artaraq 4,9 milyard dollara çatıb və beləliklə də Azərbaycan əhalisinin banklarda olan dollarlaşması 5%-ədək artıb və ümumiyyətlə indiki məqamda ilin əvvəlində azalma müşahidə olunurdu. İndiki məqamda artım və azalma tendensiyası, dinamikası nə ilə əlaqədardır? Bu suala hazırda cavabı qonağım iqtisadçı Elmir Səfərlidən alacaq. Xoş gördük Elmir bəy. Ümumiyyətlə hazırda Azərbaycan əhalisi banklardakı əmanətlərində nəyə görə məhz dollara daha çox üstünlük verməsinin səbəbləri nədən ibarətdir? Buyurun sizdən eşidək. Ümumiyyətlə son ilin statistikasına görə ümumilikdə respublika ərazisində qoyulan, bütün banklara qoyulan əmanətlərin ümumi həcmi ortalama olaraq 14,8 milyard manata hesablanmışdır. Bu ümumi əmanətlərin məbləğinin təxminən 4,6 milyard manatı xarici valyutalarda qoyulan əmanətlərdir. Ortalama olaraq qoyulan əmanətlərin 38-39% isə təxmini olaraq fiziki şəxslər tərəfindən qoyulan əmanətlərdir. Ümumilikdə əvvəlki illərə baxsaq, təbii ki, devalvasiyadan sonraki müddətdə xarici valyutaya olan inamın azalması, fiziki şəxslərin və sahibkarların xarici valyutada banklara əmanətlərini qoyması nisbətən aşağı düşmüşdür. Və bu rəqəm təbii ki, eyni zamanda banklar tərəfindən də elə bir halda likvidlik baxımından tənzimlənirdi ki, xarici valyutaya verilən əmanətlərin faiz həddi 1,5-2,5%-ə qədər çatdırılırdı. Lakin son bir neçə ayda banklara nəzər yetirsək, rəqabət çərçivəsində bankların xarici valyutaya verdiyi depozitlərin, əmanətlərə görə verdiyi faizlərin həddi 4,5-5%-ə qədər yüksəlmişdir. Təbii ki, bu marketinq və satış baxımından cəlb edici görsəndiyi üçün vətəndaşlar əmanətlərini artıq banklara xarici valyutada qoymağa üstünlük verirlər. Lakin bunların vətəndaşlar bilməlidirlər ki, bunların müəyyən riskləri var. Çünki dövlət əmanətlərin sığortalanması fondu tərəfindən, dövlət tərəfindən sığortalanan xarici valyutada əmanətlərin sadəcə 2%-ə qədəri sığortalanmış hesab olunur. Ondan yuxarı olan hissəsi artıq risk hesab olunur. Yəni sabahları bank hansısa bir likvidlik problemi yaşayacaqsa, bankın hansısa fəaliyyətində problemlər olacaqsa və yaxud mərkəzi bankdan bankla bağlı hansısa bir qərar veriləcəksə, vətəndaşlar bilməlidir ki, onların xarici valyutada qoyulan əmanətlərin 5%-dən əgər müqavilə bağlanıbsa, bu artıq bir risk daşıyır. Və bu baxımdan son dövrlərdə təbii ki, xarici valyutaya qoyulan əmanətlər üzrə qoyulan faiz həddi yüksəldiyi üçün vətəndaşlar bundan dolayı artıq əmanətlərini daha çox xarici valyutaya qoymağa üstünlük verirlər. Ümumilikdə isə belə götürsək, təbii ki, bu tendensiyanın çox uzun müddətə gedəcəyini düşünmürəm. Çünki artıq xarici bankların əsas fəaliyyəti depo əmanəti almaq və onun qarşılığında vətəndaşlara kredit vermək və digər fəaliyyətlərini həyata keçirməkdir. Və bu o deməkdir ki, artıq xarici valyutada alınan əmanətlərin faiz həddi yüksəlibsə, artıq xarici valyutada verilən kreditlərin faiz həddi də yüksələcəkdir. Bu baxımdan, bu tələb təklif baxımından artıq bu prosesin uzun müddət gedəcəyini düşünmürəm və təbii ki, Mərkəzi Bankın da düşünürəm bundan bağlı bir regulyativ qaydalar olacaq və bununla bağlı olaraq təbii ki, addımlar atılacaq. Amma ümumilikdə nəzərdə tutsa, əgər Mərkəzi Bank və əmanətlərin sığortalanması fondu bankların 4-5%-ə qədər dövlət tərəfindən əmanətlərin sığortalanması həddini qaldıracaqsa, təbii ki, ondakı halda vətəndaşlar rahatlıqla öz əmanətlərini xarici valyutada banklara yerləşdirə bilərlər. Təşəkkürlər Elmir bəy. Çox sağ olun bizim üçün bu məsələni analiz etdiyiniz üçün. Bir daha xatırladım ki, Azərbaycan banklarında əhalinin qoyduğu əmanətlərin dərəcəsi artıb, 5%-ədək artım müşahidə olunur, yəni əmanətlərin dollarlaşmasında və təbii ki, məsələ ilə bağlı təhlildən də aydın oldu ki, risklər mövcud olur.